Vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində Abşeron rayonunun Hökməli qəsəbəsində Şəhid Elşən Müslümov və Şəhid Zülfüqar Qubadovun adlarını daşıyan küçələrdə təmir bərpa işləri həyata keçirilir. Layihəyə uyğun olaraq Elşən Müslümov küçəsinin ümumi uzunluğu 850 metr, Zülfüqar Qubadov küçəsinin uzunluğu isə 600 metr təşkil edir. Hər iki küçənin hərəkət hissəsinin orta eni 6 metrdir. Hazırda sözgedən ərazilərdə yararsız torpaq laylarının qazılaraq çıxarılması, əks doğlu və kipləşdirmə işləri, yeni yol əsasının hazırlanması və küçələrin profilə salınması prosesi həyata keçirilir. Aparılan işlər layihə qrafika uyğun şəkildə davam etdirilir və ilkin mərhələnin tamamlanması ərəfəsindədir. Növbəti mərhələdə inşaat norma və qaydalarına uyğun olaraq asfalt beton örtüyünün döşənməsi, yeraltı kommunikasiya xəttlərinin baxış qapaqlarının layihə səviyyəsinə uyğunlaşdırılması və onların yenilənməsi nəzərdə tutulur. Layihənin başa çatdırılması ilə qeyd olunan küçələr müasir standartlara uyğun şəkildə yenidən qurularaq əhalinin istifadəsinə veriləcək. Qeyd edək ki, 2025-ci il üzrə investisiya proqramı çərçivəsində Hökməli qəsəbəsində yerləşən uzunluğu 400 metr olan Yusif Qarayev küçəsində də analoji təmir bərpa işlərinin aparılması planlaşdırılır.